Salam dostlar, bugünkü mövzumuz SNPS dövrələri haqqında olacaq. SNPS dedikdə başqa adlı impulsivli qida blokları nəzərdə tutulur. Əlimdə gördüyünüz bu blok sadə, dəyişən cəryanı sabit cəryana çevirən bir adapterdir. 100-240 volt dəyişən cəryanı 5 volt 2 amper sabit cəryana çevirən bir adapterdir. Çin istehsalıdır və bloku bu formadadır. Rahat üzərində işləmək olsun və ölçmə aparıla bilsin deyə bu yaşıl kabelləri calaq eləmişəm. Dövrənin giriş tərəfi, baxın bu hissə 220 volt tərəfi, çıxış tərəfi isə sabit cəryan hissəsi. Burada USB portundan da görüldüyü kimi sol tərəfdir. Mövzunun ümumi izahatı baxımından video 2 hissədən ibarət olacaq. Birinci videoda bloklar əsasından SNPS-in necə işlədiyini izah eləməyə çalışacağam. Gördüyünüz bu sxem həmin adapterin sxemidir ki, vərəq üzərinə həkk eləmişəm və addım-ba-addım hansı hissələrin ibarət olduğunu ikinci videoda ətraflı şəkildə danışacağam. İndi isə gəlin ümumi olaraq SNPS nə iş görür, dəyişən cəryanı sabit cəryana çevirmə prosesi necə baş verir burada, bu haqda ümumi məlumat alaq. Qida qurğuları dedikdə dəyişən cəryanın sabit cəryana çevrilməsi, bəzən də sabit cəryanla dəyişən cəryana çevrilməsi prosesi nəzərdə tutulur. Və dəyişənin, yəni AC-nin DC-yə çevrilmə mərhələsi iki əsas üsulla yerinə yetirilir. Birinci liner, yəni xətti qida qurğuları əsaslı, buna LPS deyirlər. İkinci əsası isə SNPS-dir ki, hansı ki bugün bu haqda öyrənirik. Açılışı Switching Mode Power Supply-dır. Azərbaycan dilinə qarşılığı isə impuls tipli qida blokları hesab olunur. Əvvəlcə 220 volt dəyişən cəryan qida blokunun girişinə daxil olur. Qrafik formasını çəkib göstərsək, dəyişən cəryanın forması belədir. V-nin T-dən asılılığı sinusoidal formadadır. Və bu 220 düzləndirici dövrəsindən keçir. Düzləndirici dövrə burada diodlardan ibarətdir. 4 ədəd diod və yaxud da ki, diod körpüsündən ibarətdir. Həmin diod körpüsündən keçərkən artıq, baxın, bu hissədə nəticə bu formadadır. Yenə də V-nin T-dən asıllıq formasında yazırıq. Artıq bu döyünən cəryandır. Yəni dəyişən cəryan formasından çıxıb döyünən cəryan formasına keçir. Çünki dəyişən cəryanın tərifini verdikdə bu cür verdik ki, zamana görə gərginliyin qiyməti və istiqaməti dəyişərsə, yəni bu formaya düşərsə, o dəyişən cəryan deyirik. Amma indiki düzləndirici dövrədən keçəndən sonra olan gərginlik forması qiyməti dəyişir. Amma istiqaməti dəyişmir. Yəni aşağı yarım perioda keçmir. Ona görə də bu diod körpüsündən keçəndən sonra döyünən cəryana çevrilmiş olur. Hamarlayıcı süzgəc mərhələsində filtrləmə hamarlama funksiyası icra olunur. Burada kondensator da istifadə oluna bilər. İnduktivlik də və ya bunların kompleks bir forması istifadə olunur normalda. Daha keyfiyyətli SNPS-lərdə yəni. Nəticədə sabit cəryana yaxın bir siqnal forması əldə edilmiş olur ki, kondensatorun dolub boşalması və induktivliyin üzərində maqnit sahəsinin yaranmasının nəticəsində hal-hazırki vəziyyət budur. Bu üç mərhələ, yəni bu üç siqnal formasında daha dəqiq desək, gərginliyin qiyməti dəyişmir. Yəni başlanğıc olaraq gərginliyin qiyməti 220 volt idisə, diod körpüsündən keçəndə də 220 voltdur, yəni dəyişən cəryan formasına uyğun. Lakin hamarlayıcı süzgəcdən sonra artıq AC DC-yə çevrildi. Yəni bu iki mərhələdə AC olduğu təqdirdə artıq biz buna rahat şəkildə DC deyirik. Və burada artıq qiymət olur təqribən 310 volt. Biz bilirik ki, dəyişən cəryanın bir maksimal qiyməti, bir də təsir edici qiyməti var. V maksimal bərabərdir kök altında 2 vuraq təsir ediciyə. Ona görə də artıq sabit cəryanı biz hamarlayıcı süzgəcdən sonra alanda 220 volt vuraq kök altında 2 hasili ilə almış oluruq ki, təqribən 308-310 volt, bəzən 320 volta uyğun gəlir. Deməli, biz normalda qida qurğularının köməyi ilə düzləndirici dövrələrdə həm dəyişən cəryanı sabit cəryana çeviririk, həm də gərginliyin qiymətini azaldırıq. Əsasən 5 volta çeviririk ki, gərginliyin qiyməti aşağı düşsün və qurğularımızı rahat şəkildə istifadə ilə işlədə bilək. Amma bu gərginliyin qiymətini aşağı düşürməkdən ötürü normalda transformator istifadə olunur. Bir problem var ki, transformator dəyişən cəryanla işləyir. Yəni bu hissədə gərginliyin qiymətini aşağı salmaq üçün bizə yenidən dəyişən cəryan lazımdır. Burada gördüyünüz yüksək tezlikli impuls var.
hasil edən bir blok var. Tranzistor MOSFET-lərdən ibarət ola bilər. Bəzi mikrosxemlər var ki, həm PWM funksiyasını icra edirlər, həm də yüksək sürətdə, yüksək tezlikdə aç-bağla, yəni switch funksiyasını yerinə yetirərək dəyişən cərəyan yaradırlar. Biz əlimizdə olan adapterə uyğun həmin o formalı bir integral sxem haqqında növbəti videoda öyrənmiş olacağıq. Bu yüksək tezlikli impulslarda normalda MOSFET-lər istifadə olunur ki, həmin MOSFET-lərin köməyi ilə tez-tez aç-bağla prinsipi icra olunur və nəticədə həmin baxın bu sabit cərəyan bizdə pulsasiyalı siqnallara çevrilmiş olur. Bəzən buna dəyişən cərəyana çevrilmə də deyirlər, amma pulsasiyalı siqnal desək daha yaxşı olar. Yəni aç-bağla bir növ 310 volt, 0 volt. Yəni bu formalı. Təbii ki, mən bu formada çəkdim, amma bu çox yüksək tezliklərdə baş verir. Bilirik ki, sabit cərəyanın, yəni DC-nin tezliyi 0-a bərabərdir. Transformatoru işlətməkdən ötürü bizə dəyişən cərəyan, yəni tezlikli bir şey lazımdır. Ona görə də bu aç-bağlanın nəticəsində yüksək tezlik yaranır. Bu tezliyin qiyməti orta hesabla 50 kHz-dən 150 kHz-ə qədər mümkün ola bilir. Fərz edək ki, 50 kHz-lik bir bizə tezlikli siqnal var və artıq pulsasiyalı siqnal olduğu üçün deməli dəyişən cərəyan formasında özünü göstərir. Artıq verilir transformatorun, impuls transformatorun giriş dolağına. Giriş dolağında həmin gərginlik induksiyalanır və çıxışda alçaldıcı funksiyanı yerinə yetirdiyi üçün daha aşağı gərginlik əldə etmiş oluruq. Yəni 320 volt pulsasiyalı gərginlik transformatora daxil olur. Çıxışında isə fərz edək ki, 12 volt və yaxud da 5 volt dəyişən cərəyan gərginliyi yaranmaqdadır. Artıq transformator çıxışında əldə edilmiş gərginlik aşağı olsa da, yenə də AC formasındadır. Dəyişən cərəyan formasındadır və yaxud da pulsasiyalıdır. Yenidən bunu DC-yə çevirmək lazımdır. Ona görə də burada yenidən düzləndirici dövrə və süzgəc, yəni hamarlayıcı süzgəc bloku istifadə olunur. Yenə də həmin o pulsasiyalı siqnalı burada artıq təmiz bir sabit cərəyan formasına çevirmiş oluruq ki, 5 voltluq tutaq ki, çıxış gərginliyi bu çıxışa qoşularaq istifadə oluna bilir. Deməli, ümumi mərhələ 220 volt AC-nin düzləndirici dövrədən diod körpüsündən keçərək döyünən cərəyana çevrilməsidir. Ondan sonra hamarlayıcı süzgəcin köməkliyi ilə DC-yə çevrilir, amma gərginlik hələ də hal-hazırda yüksəkdir. O yüksək gərginliyi aşağı salmaq üçün transformatora ehtiyac var, amma transformator dəyişən cərəyanla işləyir. Bunu pulsasiyalı siqnala çevirməkdən ötürü bu yüksək tezlikli impulslar yaratmaq lazımdır. Buna ötürü tranzistor MOSFET istifadə olunur və nəticədə 50 və ya 150 kHz tezlikdə bir pulsasiyalı cərəyan yaranır. Nəticədə transformatorun girişinə verilən həmin gərginlik çıxışında 12 volt və yaxud da 5 volt gərginlikli bir siqnal formasını alır, lakin yenə də AC formatındadır. Bunu yenidən DC-yə çevirməkdən ötürü düzləndirici və süzgəc blokundan istifadə edilir. Qeyd edeyim ki, burada düzləndirici kimi artıq bir dənə diod istifadə edilməsi kifayət edir. Diod kimi də normal silikon yarımkeçirici diod yox, Schottky diodu istifadə olunur. Schottky diodun istifadə olunmasının əsas məqsədi isə burada həmin transformatordan gələn cərəyanın yüksək tezlikli olmasıdır. Adi silikon diodlar bu yüksək tezliklərdə işləyə bilmirlər. İşləmə qabiliyyəti baxımından yüksək tezliklərə uyğun diod növü Schottky dioddur və bu baxımdan onlar dəyişən cərəyanı sabit cərəyana düzləndirmiş olurlar. Aşağıda gördüyünüz bu iki blok isə feedbackdir, yəni əks əlaqə dövrəsidir. Hansı ki, hər hansısa bir səbəbdən çıxışdakı gərginliyin qiyməti arta bilər. Tutaq ki, 5 volt bizə lazımdır normalda, bu artıb olub 7 volt. Həmin 7 volt burada gördüyünüz feedback qolunun köməyi ilə optocüt blokuna gəlir və burada optocütün, optokaplerin vasitəsilə, köməyi ilə PWM kontrollerə bir məlumat vermiş olur. Həmin məlumatın nəticəsində PWM kontrollerdə hansı ki PWM siqnalları hasil eləyir. Həmin bu PWM siqnallarının enini burada gördüyünüz kimi tutaq ki 50%, 20%, 80%, high səviyyəni qiymətini artırır, azaldır və həmin high səviyyənin eninin artırıb azaldılmasına uyğun olaraq
yenidən tranzistor blokuna ötürür. Belə olduqda transformatorun birinci dolağına gedən gərginliyin qiymətini azaltmış olur. Nəticə etibarilə bu hissədə induksiya alınan gərginliyin qiyməti, əldə edilən gərginliyin qiyməti aşağı düşürləyə avtomatik bu 7 volt yenidən tutaq ki 5 volt qiymətinə enmiş olur. Və yaxud da tam tərsinə, həmin 5 volt nisbətən aşağı düşdü, yenidən feedback ayağının köməyi ilə optocit vasitəsilə PWM kontrollerə bir xəbər göndərilir və bunun köməkliyi ilə də tranzistor blokuna yenidən məlumat ötürülür və bu prinsip tənzimlənmiş olur. SMPS qida qurğusunun, xətti qida qurğusundan əsas üstünlüyü də elə bundan ibarətdir ki, onun bir feedback dövrəsi var və hər dəfə çıxış gərginliyini stabil saxlamağa xidmət eləmiş olur. Növbəti videoda isə artıq praktiki olaraq əlimizdə olan həmin adapterin AC-dən DC-yə qədər çevrilmə prinsipini həm kağız üzərində sxematik, həm də ümumi olaraq praktiki dövrə olaraq necə işlədiyini öyrənmiş olacağıq. Növbəti videoda isə həmin adapter üzərində AC-dən DC-yə çevrilmə prosesinin həm sxem üzərindən, həm də real dövrə üzərindən necə baş verdiyini izah edəcəyik. Növbəti videoda görüşmək ümidi ilə.